Fövqəladə Hallar Nazirliyinin Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları əhali arasında təbliğat işlərini davam etdirir. Bu dəfə idarənin əməkdaşları Kürdəmirdə maarifləndirmə tədbiri təşkil ediblər. Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının əməkdaşları maarifləndirilib və onlara təlim keçilib. Fövqəladə Hallar Nazirliyinin Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə səhiyyə ocaqlarında gecə yoxlamaları və təlimlər keçirilib. Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında keçirilən təlim zamanı Fövqəladə Hallar Nazirliyinin Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi Polkovnik Leytenant Rəşad Əbilov, Rayon İcra Hakimiyyəti başçısının birinci muavini, Fövqəladə Hallar Komissiyasının sədri Vasif Məmmədov bildiriblər ki, təlimin keçirilməsində əsas məqsəd gecə saatlarında növbəli iş rejimində işləyən dövlət müəssisələrində, o cümlədən xəstəxanalarda çalışan işçilərin və oradakı sadə insanların fövqəladə hallara, xüsusən də yanğın, qaz partlayışları, dəm qazından zəhərlənmə hallarına qarşı hazırlıq vəziyyətini yoxlamaq, belə hadisələr baş verərsə ilkin olaraq hansı işlərin görülməsi barədə maarifləndirmə işləri aparmaqdır. Səhiyyə müəssisəsində gecə yoxlamalı və təlim keçirildi. Təlimin əsas məqsədi gecə vaxtı insanların, səhiyyə işçilərinin yanğın, partlayış və dəm qazından zəhərlənmə hallarına qarşı hazırlığı və maarifləndirməsidir. Təlimdə Yanğın Nəzarəti İdarəsinin 41 zabiti, 60 səhiyyə işçisi, idarə və təşkilatların məsul işçiləri iştirak edib. İlkin olaraq səhiyyə işçilərinə standarta uyğun olmayan və nasaz olan qızdırıcılardan törənə biləcək təhlükəli vəziyyətlər izah olunub. Yanğın hadisələri, dəm qazından zəhərlənmə, eləcə də qaz partlayışlarının əsasən hansı cihazlardan baş verdiyi əyani surətdə tibb işçilərinə göstərilib. Sonra isə xəstəxanada gecə vaxtı baş verən hadisələrə müdaxilə, tibb işçilərinin davranışı, hadisələr zamanı işçi personalının və xəstələrin təhlükəli binadan köçürülməsi yolları praktiki olaraq təlim zamanı göstərilib. Xəstəxana binasında şərti olaraq yanğın törədilib, oradan insanların köçürülməsi təşkil olunub və şərti hadisədən zərər çəkənlərə yerindəcə tibbi yardım göstərilib. Samir Göyçaylı, Elmir Həsənov, LTV, Kürdəmir.